Mənim üçün meyxana aləmində kumir Ağa Səlim Çıldağdır. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Ümumilli liderimiz Heydər Əliyev şöhrət ordanı verdi ona. Tamam, bugün o danışanlara mən sual vermək istəyirəm. Sən bizim liderimizdən artıq nəsə bilirsən. Bəlkə savadın o dərəcədədir. Yəni, bu insan bizim Azərbaycan dilimiz barəsində öz fikirlərini deyən insandır. Bəli, razıyam. Bəxtiyar Vahabzadə ilə, yəni işi bu insan yaxşı bilir də. Bəli, bəli. Sən hara qədər bilirsən ki, mənlə söz söhbət eləyirsən, dil söhbət eləyirsən. Məhz həmin o insandır ki, Ağa Səlimə şöhrət ordeni verdi. Və bizim özümüz Cənab Prezidentin qarşısında meyxana demişik. Bayram tədbirlərində. Bir fikir də var ki, deyirlər ki, meyxanaçıların əksəriyyəti savadsızdır, kitab oxumurlar, nə bilim, əksəriyyətinin belə nəzərdə tuturlar, savadları yoxdur. Amma buna baxmayaraq, bizim bəzi meyxanaçılarımız var ki, Füzulidən, Nizamidən qafiyələr tutub deyirlər. Yəni, burada səncə də doğrudan da meyxanaçıların əksəriyyəti savadsızdır, bunu düz deyirlər. Burada bir məsələ var da. Savad tamam başqa bir şeydir. İstedad başqa bir şeydir. Meyxanaçının hər bir mövzu barəsində bir 10% da olsa məlumatı olmalıdır. Bu bunun gücüdür. Məsəl üçün, sənlə meyxana deyirəm, sən mənə dindən sual verərsən, az da olsa məlumatım olmalıdır ki, mən sənə cavab verim. Bəli. Və yaxud da hansısa bir xəstəlikdən sual verərsən, mən o dərmanın bildiyimə görə meyxana ilə sənə onun dərmanını deyərəm. Bəli. Gör nə qədər gözəl söhbət alınır. Yəni, hər mövzuda meyxanaçının az da olsa, bir 10% da olsa, nəyisə bilməyə gözəl bir şeydir. Amma sırf meyxanaçı oturub nəyisə bilsin və bilmək məcburiyyətindədir deyilən belə bir şey yoxdur. Mənim həvəsim futboladır ki, oturaq futboldan danışaq. Sənin həvəsin dinədir, İslamadır, oturaq İslamdan danışaq. Nə adam var ki, məsəl üçün, bu insan Füzulini sevir. Oturur Füzuliyə qulaq asır. Adam var Nəsimini sevir. Oturur Nəsimini oxuyur. Mirzə Ələkbər Sabir oxuyur. Adam var Ramiz Rövşəni sevir. O da Ramiz Rövşəni oxuyur. İndi oturaq deyək ki, mən Füzulini oxumuşam, mən Nəsimini oxumuşam, mən daha çox savadlıyam. Sən Ramiz Rövşəni oxuyursan, sən mənə sata bilməsin. Bu biraz mənasız söhbətdir. Ramiz Rövşənin öz yeri var, öz dadı var. O birilərinin öz yeri, öz dadı var. Hə, bir meyxanaçı oxumalıdır, bilməlidir. Bu meyxanaçının özünün gücüdür. Yəni, özünə enerji götürür, güc götürür. Amma məcbur deyil. O özü bilər. Adam var, heç kitab da açmayıb, oxumayıb. Bu istedaddır. Bunun savada adiyyatı yoxdur. Yəni, Allah buna hazır cavablığı verib. Bu da istifadə. Bu da ondan istifadə edir. Çünki meyxana deyən düşdüyü vəziyyətdə çıxış yolunu tez tapır. Yəni, bir insan bir şeyi 30 saniyə deyək, 1 dəqiqə düşünürsə, mən yəni maksimum tez düşünən nə edir, amma normal. Meyxana deyən onu anında düşünür.